Salam əziz abituriyentlər, bugün ağırlıq qüvvəsinə aid 2 suala baxırıq. Birinci sual, havanın müqavimət qüvvəsinin nəzərə alınmadığı mühitdə 3M və M kütləli X və Y cisimləri uyğun olaraq V və 3V sürəti ilə şaqlı yuxarı atılmışdır. Buna əsasən cisimlərin havada qalma müddətlərinin maksimal qalxma hündürlüklərinin arasında hansı münasibət doğrudur? Əvvəlcə cisimlərin havada qalma müddətlərinin, yəni uçuş müddətlərinin arasında olan münasibəti tapaq. Uçuş müddətinin düsturu 2V0 bölünsün J-yə bərabərdir. Buradan görürük ki, uçuş müddəti başlanğıc sürətdən düz asılıdır. Ona əsasən yaza bilərik ki, X-in uçuş müddətinin Y-in uçuş müddətinin nisbəti X-in başlanğıc sürətinin Y-in başlanğıc sürətinə nisbətinə bərabərdir. X-in başlanğıc sürəti V, Y-in başlanğıc sürəti 3V, V-lər ixtisar gedir, 3-də 1. Çarpaz vursaq, TY bərabərdir, 3DX alırıq. Deməli, havada qalma müddətləri arasında münasibət budur. İndi isə maksimal qalxma hündürlükləri. Əvvəlcə maksimal qalxma hündürlüyünün düsturunu yazırıq. V0 kvadratı bölünsün 2J. Buradan görürük ki, maksimal qalxma hündürlüyü başlanğıc sürətin kvadratı ilə düz asılıdır. Onda X-in maksimal qalxma hündürlüyünün Y-in maksimal qalxma hündürlüyünə nisbəti V0X, V0Y. Mötərizədə kvadratı yazmalıyıq. Qiymətin yerinə qoysaq, V bölünsün 3V kvadratı bərabərdir. V-lər ixtisar gedir. 3-də 1-in kvadratı 9-da 1. Vursaq, HY bərabərdir. 9HX alırıq. Deməli, bu da maksimal qalxma hündürlükləri arasındakı münasibət. Növbəti sual. Havanın müqavimət qüvvəsinin nəzərə alınmadığı mühitdə K cismi 50 m/saniyə sürətlə yerə dəyir. Cismin ilk saniyə getdiyi yolun son 2 saniyədə getdiyi yola nisbəti nəyə bərabərdir? K cismi yerə 50 m/saniyə sürətlə dəyirsə, onda 5 saniyə düşüb deməkdir. Bunu T bərabərdir. V bölünsün J düsturuna əsasən təyin edirik. 50-ni 10-a böləndə 5. Sərbəst düşən cisim bilirik ki, ilk saniyə 5 metr məsafəni düşür. Birinci saniyə 5 metr. İkinci saniyə 15 metr, 25, 35, 5-ci saniyədə də 45 metr düşür. Birinci saniyədə düşdüyü məsafənin, yəni 5-in son 2 saniyədə düşdüyü məsafəyə nisbətini soruşur. 35 ilə 45-in cəmi 80. İxtisar edir, 1 bölünsün 16.